Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Tibb işçiləri sağlamlığımızın keyfiyyətinə qalır, amma özləri də sağlam olmaqdan geri qalmırlar. Sağlamlığa doğru qaç layihəsi haqqında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi Instagram səhifəsində paylaşılıb. Baxaq görək bu nə tədbirdir, harda gedir və hazırda neçənci mərhələsindədir. Sağlamlığa doğru qaç adlı layihə Lənkəran rayonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Atletika Federasiyası və Zəfər Qaçış Klubunun birgə təşkilatçılığı ilə uğurla keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə səhiyyə işçiləri arasında sağlamlığa doğru qaç adlı qaçış yarışının məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviq edilməsi, asudə vaxtının səmərəli təşkili və həmkarlar arasında birliyi gücləndirmək, həm idman etmək, həm də yeni dostlar qazanmaqdır. Layihədə tibb müəssisələrində işləyən və təhsil alan səhiyyə işçiləri və tələbələr iştirak edir. Xatırladaq ki, yarışın startı 23 mart Hacıqabul rayonu, başlama vaxtı 10:00-da verilib. İştirakçıların Gəncə, Qusar, Şamaxı rayonları, Naxçıvan, Bakı və Xankəndi şəhərlərində də qaçışı planlaşdırılıb. Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti ölkəmizə gəlib və onların icbari tibbi sığortanın sədri Zaur Əliyevlə görüşü keçirilib. Baxaq görək görüşdə nələr müzakirə edilib. Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun sədri Raci Kayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyevlə görüş keçirilib. Zaur Əliyev Agentlik və Sosial Müdafiə Qurumunun arasında imzalanan anlaşma memorandumu artıq 4 ildir ki, uğurla icra olunduğunu bildirib. Bu ilki fəaliyyət planı tibbi yardımın maya dəyərinin hesablanması, əhalinin icbari tibbi sığortaya dair məmnunluğunun ölçülməsi və ictimai rəyin öyrənilməsi kimi vacib istiqamətləri əhatə edir. Tibbi xidmətlərin dəyərinin tənzimlənməsi, əhalinin icbari tibbi sığorta çərçivəsində aldığı tibbi xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olması bizim üçün prioritet istiqamətlərindəndir, deyə Zaur Əliyev bildirib. Raci Kaya qeyd edib ki, səhiyyə sayəsində xidmətləri yaxşılaşdırmaq kifayət etmir. Bu xidmətlərin maliyyələşdirilməsi də paralel aparılmalıdır ki, sistem davamlı və səmərəli olsun. İnanırıq ki, Azərbaycanda da bu sahədə inkişaf ardıcıl şəkildə davam edəcək və əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq deyə nümayəndə heyətinin rəhbəri bildirib. Görüşdə Sosial Müdafiə Qurumunun strateji inkişaf, ümumi tibbi sığorta, səhiyyə xidmətləri, media və ictimaiyyətlə əlaqədar, beynəlxalq əlaqələr və sosial təminat məsələləri üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər. –2025-ci ilin ilk rübü ərzində 20 milyondan çox vətəndaşa tibbi yardım göstərilib. Bu barədə məlumatı təbib yayıb. 20 milyondan çox tibbi xidmət göstərilib, təbib məlumat yayıb. Təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübü ərzində ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb. Bunlardan 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı ambulator olub. Yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözü gedən müddət ərzində 20 milyon 119 min 326, bunlardan 2 milyon 814 min 424 stasionar, 17 milyon 304 min 902 ambulator olmaqla tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü ilə müqayisədə isə 7% artıb. Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rübə ərzində 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb
ki, onlardan da 1.347.413-ü stasionar, 7.115.820-si isə ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9% artım qeydə alınıb. Yanvar-mart ayları ərzində 83.090 cərrahi əməliyyat və prosedur icra olunub. Dərman vasitəsi vəsiqə sahiblərinin nəzərinə sizin üçün yeni bir idarə üsulu və forma tətbiq edilib. Detalları bilmək üçün diqqətlə izləyin. Farmakonəzarət sənədləri ilə bağlı dərman vasitəsinin vəsiqə sahiblərinə xəbərdarlıq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi saytı farma.az-da farmakonəzarət sənədləri ilə bağlı dərman vasitələrinin vəsiqə sahiblərinə xəbərdarlıq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarı ilə dərman vasitələrinin farmakonəzarət qaydası təsdiq edilmişdir. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra vəsiqə sahibləri bu qaydanın 7.1.2-ci yarım bəndində nəzərdə tutulan farmakonəzarət sənədlərinin ekspertizasının həyata keçirilməsi və beləliklə dərman vasitələrinin təhlükəsizlik profilinə nəzarət təşkil etmək məqsədi ilə aşağıda qeyd edilən sənədləri Analitik Ekspertiza Mərkəzinə təqdim etməlidirlər. 1. Dövrü olaraq yenilənən təhlükəsizlik hesabatı. Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində qaydanın 16.2.8 və 16.2.8.1-ci yarımbəndlərinin tələblərinə uyğun hazırlanmış siyahıya əsasən. 2. Risk idarə etmə planı. Qaydanın 16.2.7-ci və etibarlı farmakonəzarət təcrübəsinin 7.3-cü yarımbəndlərinin tələblərinə əsasən. 3. Farmakonəzarət sisteminin əsas dosyesi. Qaydanın 7.1.13-cü yarımbəndinə əsasən Analitik Ekspertiza Mərkəzi vəsiqə sahibindən farmakonəzarət sisteminin əsas dosyesini tələb etdikdə 7 iş günü müddətində təqdim edilməlidir. Tarif Şurasının 2023-cü il 5 dekabr tarixli 10 nömrəli qərarına 3 nömrəli əlavəsi ilə dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib və 2025-ci ilin may ayının 1-dən qüvvəyə minir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasının səriştəliliklə bağlı uğurları var. Baxaq görək, hansı məsələ ilə bağlıdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası və laboratoriyanın Qax, Quba, Sabirabad və Bərdə regional bölmələri beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. Səriştəlilik sınaqları Böyük Britaniyanın Vetkas şirkəti tərəfindən qan serumu və süd nümunələrində bruselyoz xəstəliyinin ELISA müayinə metodu ilə təyin üzrə aparılıb. Sınaqlarda əldə olunan müsbət nəticələr laboratoriyaların yüksək peşəkarlıq və elmi keyfiyyətə malik olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Artıq eşitməyən insan qalmayacaq. Alimlər bütün qulağın formasını ala bilən yeni üsulda eşitmə cihazı kəşf ediblər. Beyin sapı üçün yumuşaq eşitmə neyroimplantı yaradılıb. Lozanna Federal Politexnik Məktəbinin alimləri eşitmə qabiliyyətinin bərpası üçün yumuşaq neyroimplant yaradıb. Cihaz artıq meymunlarda sınaqdan keçirilib. Bu barədə məktəbin Yumuşaq Bioelektron İnterfeyslər Laboratoriyasının mətbuat xidməti məlumat verib. Yeni implant mikroskopik platin elektrodlarından ibarətdir və 1 mm qalınlığında olan silikona bükülüb. O, beyin sapına yerləşdirilir və koklear implantın kömək etmədiyi pasientlərdə eşitmə funksiyasını qismən əvəz edir. Müəlliflərin sözlərinə görə ənənəvi beyin sapının eşitmə implantları sərt materiallardan hazırlanır. Bu səbəbdən də həkimlər çox zaman elektrodların əksəriyyətini söndürməli olur ki, üz əzələlərinin qıc olması və ya baş gicəllənmə kimi yan təsirlərin qarşısı alınsın. Nəticədə pasientlər yalnız bulanıq səsləri eşidir və nitqi çətinliklə ayırd edə bilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləməyi unutmayın. Bilin ki, bilmək hər zaman bir addım öndə olmaqdır. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.